Salam dostlar, mən Əli. Bugün bossların VS-sini atdırıram. Yəni ki, Pick Up VS Niva. E, Bundan əvvəlki videoda qırmızı Niva vs mavi Niva kapışmasında qırmızı Niva udmuşdu. İndi mən də qırmızı Nivaya düşmən gətirdim. Baxaq görək. Bu iki bossdan hansı həyatda qala biləcək? Grid 4 seçdim, select. Ən birinci mavi pick-up'ımızı gətirdik. Gördüyünüz kimi pick-up. Bu ilk bossumuzdur. Gördüyünüz kimi. İndi digər bossumuz. Bu qırmızı Niva. Dostlar, hansını tutursunuz? Qırmızı Niva yoxsa mavi pick-up? Daha doğrusu rəngə ehtiyac yoxdur. Mən Niva'mı pick-up'ımı. Mən bu rəngləri özüm qoymuşam. Yəni bəzi oyunlarda, Brawl Stars'da zətdə nə bilim belə qırmızı takım vs mavi takım olur. Mən də elə eləmişəm. Oo, bu pick-up'ı vururdum az qala. Bu iki boss bir yerdə. İndi qatar ilə versus atdırıram. Ayda, bu qatar bura gəldi. Oldu. Yox, geri qayıdırmış. İndi nə edirəm? Buradan Niva'nı gətirirəm. Dostlar, bir də saat gecə. Birin yarısıdır. Qatar ilə dayanıqlılıq test eləyirəm. Test el. Allah. Maşın 6 qaldı. Bir dəqiqə. Qatar qayıdır deyəsən. Birdən çıxa bilərəm buradan. Allah. Bax, təkər indidən çıxdı. Qaş, maşın arxası gedib. Yarısı getdi. Yarısı deyərkən, yəni parası getdi. Yəni gəlsin görək qatar. Bu dəfə sadəcə bir test eləyirəm. Dostlar, qatar gəlmir. Gəlir, qatar gəlir. Biraz da qabağa gətirim. Qabağa gətir. Vur. Oba. Beklənmədik bir sonuçla Niva taxtından enir deyəsən. Mavi pick-up deyəsən qırmızı Niva'nı atır taxtdan. Qaç, fırlana XP gəlir. 4 XP, 3 XP. Restart. Bax, Niva niyə gəldi? Əstağfurullah. İndi nəyi seçirəm? Həmənki kimi add as new. Ay, replace seçərdim. Qırmızı Niva uduzu deyəsən. Yox. Əgər bit olsa, bu dəfə başqa bir test eləyəcəm. Əgər bu da uduzsa, qatar yolunu tapa bilmirəm. Hə, burada. Gaza bas. Qırmızı, Allah, mavi Niva. Deyəsən qatar gəlir. Qatar hardasan? Gəlirmiş. Həqiqətən gəlir. Gəl. 3, 2, 1, 0 vurdu. Allah. Yo, bu sayılmırdı. Çünkü qırmızı Niva da çox hasar aldı. Yəni bunu park et. Biraz sürək. Gözdə də drift atma. Axı yox da. Ay sənin mən. Bu maşın niyə belə sorulmadı? Hə, daha yaxşı bura qoyaram bunu. Amma indi bu maşın pick-up çox hasarlıdır axı. Elə deyil. ABS nədir burada? Eski TCS həm şey var. TC belə var. Amma TC yox. Yox, TC yox. Gəlir, qatar gəlir. Qatar yoxa çıxdı. Allah. Qatar. Yaxşısan qatar. Qatar. Gəlir, görünür. Mənə bir şey olmasın. Mən çıxdım maşından. Qatarın yanına qaçıram. Yo, mən bura çıxıram.
Bura maşın belə çıxa bilər. Allah. Burada düşmə. Buradan çıxıb. Allah, getdi. Ay, hasar aldı. Aldın mı? Hasar aldı. Allah, maşına uzaqdan minmək reklamlandı. Yaxından minmək. Pulsuz. Dostlar, baxıram. Dostlar. Mavi pick-up. Deyəsən günün qazananı olur. Bəli dostlar, mavi pick-up qazandı. Dostlar. Mavi pick-up necə qazandın sən? Qırmızı Nivanı gerçəkdən halal olsun. Qırmızı Nivanı taxtdan endirməyi başardı. Dostlar. Qaç, sən bunu necə elədin? Qırmızı Niva düz 3 round uduzmada 4-cü roundda mavi pick-up olurdu. Aga bey Qırmızı Niva. Səni bu qədər dəstəkləyən oldu. Amma maalesef ki dostlar, Qırmızı Niva aradan ayrıldı. Deyəsək ki, şampiyonluğa pick-up alacaq. Amma hələ yox. Çünki hələ pick-up'dan başqa bir çox bosslar var. İndi gördüyünüz kimi burada Tesla Cybertruck açıram. Baxaq görək, pick-up'ı taxtadan endirə biləcəkmi? Hətta bir dənə buna hasar gəlsin. Dostlar, neçə saatdır buna qatar deyib. Bunu da belə hasar almayıb. İndi də deyəsən qatar. Bir dəqiqə. 120 XP olub. Qaş, gözü. Maşın getmir. Yürüyür. Dostlar, bir dəqiqə. Gözləyin. Restart at. Dostlar. Arxamızda maşın yoxdur deyirəm. Baxın. Bu qədər maşın var. Bomber Starhead. Onu hala ala bilmirəm. O reklamlandı. Onları almayacağım. Bomberi Qırmızı Niva endirdi taxtdan. Karon'u endirdi. Mavi Nivanı endirdi. Ama Qırmızı Nivanı bu pick-up endirdi. Ama pick-up hələ gözləsin. Hətta 07 bir belə endi taxtdan. Ama pick-up gözləsin. Pick-up'a hələ nə qədər düşmənlər var. Görürsünüz. Polis pick-up. Off-road pick-up. Yarış pick-up'ı. Kaza testi Cybertruck. Mercedes-Benz. Off-road. Yani Mercedes-Benz. Gelik 6X6. Yani Mercedes-Benz 6X6. Cyber Street Race. Bu iki maşın ama hələ oyuna gəlməyib. Gördüyünüz kimi bu. Dostlar, bir də ki bu deyərkən hələ Teslanı aça bilmirəm deyə yeni rəqib bu olacaq. Ay səni, maşını vurdum. Mavi pick-up'a hasar verdi. Bir dəqiqə. Sabahçı rəqiblər bu ikisidir. Gördüyünüz kimi. Dostlar, sağ olun. Maalesef aramızdan ayrıldı Qırmızı Niva. Və bu mavi pick-up endirməyi bacardı. Və dostlar, sağ olun.